Hörmətli sədalət, əziz konferans iştirakçıları. Heç kəsə sir deyil ki, qlavkoma cərrahiyyəsinə qərar vermək çətin məsələdir və burada çox faktorlu bir qərardan asılıdır seçimimiz və bu məsələdə istər gənc mütəxəssis olsun, istərsə də kifayət qədər təcrübəli oftalmolog olsun, hər zaman ikinci və ya ikinci konsensusa ehtiyac var. Əgər son dövrlər dünyada baş verən hadisələr nəzərə salsaq, görək ki, Amerika Birləşmiş Ştatlarında ordu generalları artıq hərbi, strateji və taktik üçün mütəmadi olsun, intellekt vasitələrindən istifadə edirlər. Bəs belə olan təqdirdə nə üçün biz qanqarı sücərləri amansızcasına qətlə yetirirlər? Görməni geri alaraq bir daha qaytarmayan, çox hiləgər düşkün olan qlavkoma mübarizədə süni intellekti nə üçün istifadə etmək? Bəs bu məsələyə biraz aydınlıq gətirmək üçün kiçik bir məruzəni diqqətinizə təqdim edəcəm. Süni intellekt və böyük dil modelləri tibbdə klinik məlumatların təhlil və qərar vermə prosesində yeni imkanlar yaradır. ChatGPT və Google Gemini kimi sistemlərin tibbi müxtəlif sahələrində, o cümlədən oftalmologiya tətbiqi son dövrlərdə geniş şəkildə araşdırılır. Müxtəlif tədqiqatlarda qlavkoma ilə bağlı klinik halların analizində bu modellərin optimal cərrahi seçimi təklif etmə qabiliyyətinin qiymətləndirilməsi öyrənilir. Məqsədimiz ChatGPT əsaslı oftalmo assist və Google Gemini süni intellekt sistemlərinin qlavkoma cərrahiyyəsində klinik qərar dəstəyi potensialını qiymətləndirmək ibarətdir. Mən oftalmo assist haqqında çox qısa məlumat vermək istəyirəm, çünki regional konferanslarda və Gəncəton konferansında bu barədə biraz məlumat vermişdim. ChatGPT modeli əsasında işləyən və xüsusi tərləşdirilmiş bir modeldir. Bu model Azərbaycan dilli oftalmoloji terminologiya tam uyğunlaşdırılıbdır. Belə deyək, biz onu bu informasiyanı yedizdirmişik və müxtəlif protokollar yüklənibdir. Ümumi ChatGPT modelindən fərqli olaraq hər bir tövsiyə zamanı o bir istinaddır. Məsələn, istinada görə onun qiymət və dəyərini artırmış olur. Və digər model hər kəsə bəlli olan və süni intellektlə mütəmadi işləyən insanlara tanış olan Google Gemini məşhur modelidir. Material metodları gəlince biz 2019-2025-ci illərdə Sumqayıt şəhərində yerləşik yol göz klinikasının antiqlaukomatik əməldə olmuş 56 xəstənin tibbi sənədlərinin retrospektiv analizini apardıq. Hallar klinik mürəkkəblik səviyyəsinə görə adi və mürəkkəb olmaqla iki qrupa böldü. Adi hallara 38 xəstə daxil edildi. Burada göz daxili təzyiq yalnız topikal dərman müalicəsi nəzarətində saxlanılan və katarakt cərrahisindən başqa əvvəllər gözləməkdə keçirməyən və yanaşı ağır sistem və artırılmış xəstələri olmayan pasientlər daxil edilir. Mürəkkəb hallarda isə daha mürəkkəb tibbi anamnezi olan pasientlər, uğursuz qlavkoma əməliyyatları, ön segment əməliyyatları və gözün homeostazına təsir edə bilən digər göz xəstəlikləri keçirmiş şəxslər cərrahi qərarların verilməsinə təsir göstərəcək yanlış sistem xəstəliklər olan hallar edir. Qlavkoma fenotiplərinin əsasında burada yəni həmin bəlli olan formaları açıq bucaqlı, qapalı bucaqlı, normal təzyiqli, pseudoexpeliativ, neovaskülər, uvetik və afakli qlavkomalara ayrılmışdır. Hər bir klinik halın ətraflı təsviri oftalmo assist və Google Gemini sisteminə daxil edilir. Bu halda hansı cərrahi müdaxilə tövsiyə edərdi sualı təqdim olunmuşdur. Cavabların ardıcılığını qiymətləndirmə məqsədilə hər bir hal üzrə sorğu işlə təkrarlanmışdır. Süni intellekt sistemləri tərəfindən təklif edilir. Cərrahi taktika və üç təcrübəli qlavkoma cərrahi kanser sürəyətləri müqayisə edilərək uyğun səviyyəsi müəyyən edilmişdir. Bundan əlavə, cavabların keyfiyyəti Global Quality Score sistemi, yəni ki, süni intellekt iş zamanı onun verdiyi cavabın keyfiyyətini dəyərləndirmək üçün bir sistemlə təhlil edilmişdir. Bu, həmin sistemdə olan balların xüsusiyyətidir. Verdiyi cavabın asıl olaraq aşağı keyfiyyətli, qeyri-kafi, orta, yaxşı və əla keyfiyyətli olaraq bölünür və ballar verilir. Belə bir klinik halı mən sizin diqqətinizə təqdim eləmək istəyirəm. Revmatod artritdən 30 ildir əziyyət çəkən 60 yaşlı kişi pasiyent sol gözün göz daxili təzyiqi ilə müalicəyə müsbət cavab vermir. Hər iki gözdə təkrar baş verən ağır nekrozlaşan sklerotik tutmaları sağ gözün subatrafiyasına və işıq həssaslığının tam itilməsinə səbəb olmuşdur. Uzun müddətli sistem immunosupressiv müalicə sol gözdəki qıcıqlanmanın qismən azalda bilmişdir. Sol gözdə görmə sinirinin normal görünüşünə və tam görmə sahisinə rəğmən görmə itiliyi 0,5 təşkil edirdi. Periferik hidrotomiya olmasına baxmayaraq ön kameranın periferiyası dayazı və qanyaskopiyada yayılmış periferik ön sinekliyalar aşkar edilir. 25 mm aksial uzunluğu nəzərə alaraq bunun tesis edən iltihabi yutan nəticəsində yaranan periferik ön sinekliyalarla bağlı ikincili bucaq qapanması olduğu görülməkdir. Oral olaraq astezolamid və üç fərqli göz daxili təzyiq sağlam preparatın istifadəsinə baxmayaraq göz daxili təzyiq stabil olaraq 30 mm səviyyəsinə qalırdı və qarşılıqlı teologiyalı yüksək göz daxili təzyiqi müalicə etmək üçün cərrahi müdaxilə ehtiyac duyuldu.
Skleroz epizodların təkrarlanması sol gözdə apar skleromalyasiya və alt göz qapağının ciddi çarpılaşmasına səbəb olmuşdur. Bu da təxminən 5 mm aşağı skleroz ekspozisiyasına gətirib çıxarmışdır. Bu halda hansı cərrahi müdaxiləni tövsiyə edilir deyən biz modelə müraciət etdik. İlk olaraq Afterm Assistant ChatGPT modelindən bu məlumat göndərildi və gördüyümüz kimi model də qeyd edir ki, bu vəziyyət çox mürəkkəbdir və bir neçə patoloji faktor eyni zamanda mövcuddur və bizə əsas problemləri sağlamağa başlayır ki, burada uzun müddətli hematoloq, onda təkrarlanan nekrotik skleroz mövcuddur, ağır skleromalyasiya var və hamısı bizə izah edir. Optimal cərrahi seçim verir ki, dolayısıyla drenaj implantı, xüsusilə Ahmed və Berber implantı tövsiyə edir, ayrıca səhvlərini yazır. Bundan əlavə tubun yerləşməsi yerlərini göstərir ki, burada pas səbəbindən ön kamerada olduğuna görə pas fanatı yerləşdirilməsi və ya surpus yerləşdirilməsi daha təhlükəsiz sayıla bilər. Skleranı qorumaq üçün onun üzərini perikardla örtmək və ya da donor sklerası kornea təşkil tövsiyə edir. İmplantların yerləşdirilmə sahəsinin aşağı supratemporal falan optimal seçimini qeyd edir bizə və alternativlər verir ki, hansı alternativlər mümkündür və nə üçün istifadə edə bilmək, hamısını bir-bir izah edir və probektotomi təmsilçisi, iman vazadarının cərrahisi, sklerotik prosedurların tövsiyə edilməsini qeyd edir. Və bu pasiyent üçün ən uyğun tövsiyəni bizə göstərir. Qlokoma drenaj implantı verir. Eyni sorğunu biz Google Gemini'yə verdikdə, o bizə ilkin seçim, o da qeyd edir ki, vəziyyət kifayət ağır vəziyyətdir və ilkin seçim olan endoskopik siklofotokoagulyasiyanı tövsiyə edir. Niyə? Skleroz dəyişən nəzərə alaraq və alternativ olan yenə də plastik drenaj cihazı olaraq Ahmed klapını yazır burada, biraz təmin düz yazını, onu tövsiyə edir və müqayisə edildi belə də güzel görünür ki, ChatGPT sistemin, Afterman sistem verdiyi cavablar, Gemini'nin verdiyi cavablar bir qədər fərqlənir. Nəticələr gəlincə, Afterman sistemi 56 haldan 33-ündə, yəni 59% qlokoma mütəxəssislərin konsensus qrupunun cərrahi taktika təklif etdiyi təqdirdə Gemini yalnız 18 haldan bu cür uyğun cavab bizə verilmiş olur. Və nəticələri yekunlaşdırdıqda mürəkkəb hallarda Afterman mütəxəssislərlə 8 hal üzrə uyğunluq göstərir, Google Gemini isə bu göstəricini 4 halda verir. Yekun olaraq nə deyə bilərik? ChatGPT əsaslı Afterman qlokoma cərrahi hallarında kliniklərə dəstəyi baxımından etibarlı və məntiqli cərrahi tövsiyə təqdim etmək qabiliyyətini nümayiş etdirir. Bununla belə, hər iki sistem daha mürəkkəb klinik hallarda müəyyən məhdudiyyətlər nümayiş etdirir. Afterman sistemin klinik praktikada qərar dəstəyi alətinin istifadəsi perspektivli hesab edilə bilər. Və auditoriya son mesaj olaraq süni intelekt sistemləri, xüsusilə standart ardıqalarda daha yüksək nəticə göstərir. Lakin kompleks imtahanlarda hələ də mütəxəssis qərarını tam əvəz edə bilmir. Süni intelekt kliniki qərar verməni əvəz edən deyil, onu dəstəkləyən texnologiya kimi nəzərdən keçirməlidir. Bu da Afterman Assist modeli üçün farklı da istəsə özünə daxil olub onunla yazışa və öz sorularınızı ünvanlaya bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Sizde bir defa ben görmüştüm, sergilerden geçeni. Telefonunuzda böyle bir grafik gibi bulmuştunuz ki, aktarmalar ya da hekimler için mesela o program onun için yaşlıdır, bu program bunun için. Yani bir kısa kalmak, yani gibi glaukom için mesela görürsünüz. Yok, ChatGPT Mən ChatGPT Afterman Assist sırf fərdiləşdirildi, Azərbaycan filmlərində uyğunlaşdırıldı. Amma o hansı kontrol ilə müqayisə olmalıdır və burada kontrol olaraq çox modellər var. Yalnız bir Google Gemini götürdü. Çünki ChatGPT-dən sonra ikinci yerdə öz imkanları, potensialını görə Gemini sayılır. Ona görə bu ikisini müqayisə edir. Tədqiqat daha da genişləndirmə olaraq Gemini, DeepSeek, Claude, Grok və bunlar kifayət qədər böyük zaman və maliyyə tələb edir, amma daha yığcam olduğu üçün bu ikisini bir-birini müqayisə edir. Təcrübəsində o xüsusi əsasən məsələn glaukomada ya maklər dəyişikləri hansı üst-üstün intellekt proqramının dəyişikləri yoxlamaq olar? Var mı belə nəzər təklifiniz? Var xüsusi süni intellekt modelləri, Retinai, ya Artris, ya xüsusi istin hazırladığı xüsusi proqramlar, ya Top 10 özün cihazlarında olur. Amma onlar xüsusi ödənişli proqramlardır. Gemini ödənişsizdir, də? Gemini ödənişlidir, ChatGPT də ödənişlidir. Yəni 500 aldan sonra artıq ödəniş etmək tələb olunur. Ümid edək ki, 2025-ci il daha çox süni intellekt modellərinin düşmanı ödəyir ki, zaman-zaman
qiymət ya ucuzlaşar ya daha çox geniş əhali auditoriyası onun istifadəsi mümkün edir. 50% hallarda ChatGPT düz dedi, Gemini biraz səhv elədi. Sonra xanımın müraciəti zamanı iki fərqli yanaşma müşahidə edildi ki, bir qrup dedi ki, məsələn, futuroloqlar da belə deyir ki, gələcək pessimistikdir, digərisi deyir optimistikdir. Pessimistik futuroloqlar deyir ki, hər şey pis olacaq, dünya dağılacaq, insanlar paylaşacaq və s. Optimistlər dedi ki, xeyr, insanlar daha da qüvvətli olacaq və süni intellekt modelləri onların fayda amsalını daha da artıracaq və daha böyük inkişaflara gətirəcək. Mən optimistik nəsil tərəfdarıyam və düşünürəm ki, hər şey daha yaxşı olacaq və bizim istifadə qabiliyyətimizi və bizim potensialımız daha gücə çıxarmış olacaq. Yəni, bu bir əlimizdə olan ikinci bir alətdir ki, bizim texnoloji yeniliklərin tam maddi olaraq dəstəkləyən bir alət olacaq. İnsan beyni bütün informasiya yadda saxlaya bilmir, maşinsə yadda saxlaya bilmir. Hər şey yadda saxlamaq ehtiyac olacaq. Lazım onda informasiyanı verirsən, özünə hazır cavab verir. Əslində tamamilə düz cavab verdi də. Axırda görürsünüz, bu əməliyyat olmasın, bu əməliyyat olsun filan, axırda tüb əməliyyatı deyildi də. Yəni tamamilə düz deyib. Nə qədər inkişaf gedir alətlərdə, o qədər də həkimlərin praktik və klinik potensialı azalır. Onu biz bilirik. Bax, o siti yox idi. Göz həkimləri sərbəst göz dibinə baxıb, sinirə baxıb deyərdi ki, neçənci dərəcədir, nədir. Sonra o siti olandan sonra heç göz dibinə baxan yoxdur. O sitiyə dərhal göndərilir. İndi artıq süni intellekt var. Çox belə... Yəni, insan texnologiyanın aslı varlıqdır. Yeniliyə və rahat bacanasın. Belə şeylər daha çox istifadə edilir. Время пока.